Dekabrın 1-i Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV işində şahid dindirilmələrində ziddiyyət yaranıb. Müdafiə tərəfi Demokratik Təşəbbüslər İnstitutunun təlimlərində iştirak etmiş şahid Əli Fətullayevin ibtidai ifadələrində ziddiyyətlər olduğunu bildirib. İlk ifadəsində o, idinin maliyyələşməsi barədə məlumatı olmadığını desə də, ikinci ifadədə donor qrantları ilə maliyyələşdiyini qeyd etdiyi bəlli olub. Fətullayev qeyd edib ki, müsadir olmuş telefonu geri almaq üçün polisə çağırılıb və ona yalnız yenidən ifadə verdikdə telefonunun qaytarılacağı deyilib. Müdafiə tərəfi bunun polis tərəfindən təzyiq olduğunu məhkəmənin diqqətinə çatdırıb. Proses zamanı hakim təqsirləndirilən şəxslərdən idi əməkdaşı Əli Zeynal və 3-cü Respublika platformasının qurucusu Ruslan İzzətlinin gülüşməsinə irad tutaraq onların məhkəməyə hörmətsizlik etdiyini deyib. Ruslan İzzətli isə cavabında deyib ki, qərar əvvəldən verilib. İndi isə şou gedir. Dekabrın 1-i Səbail rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyev və Ali Məclisinin katibi Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçib. Onlara qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb. Əli Kərimli və Məmməd İbrahim noyabrın 29-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb və onların evində axtarış aparılıb. Hökumət yönlü mətbuat ittihamları keçmiş prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqələndirib. Azərbaycan Xalq Cəbhəsi Partiyası bu iddianın uydurma olduğunu bəyan edib və həbsləri hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb. Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov 1 il müddətinə Umbaşı qəsəbəsindəki qapalı rejimli cəza çəkmə müəssisəsinə köçürülüb. Dekabrın 1-də Səmədovun saxlanıldığı 11 saylı cəza çəkmə müəssisəsində qapalı məhkəmə prosesi keçirilib. Məhkəmə cəza çəkmə müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında Bəhruz Səmədovun 1 illik Umbaşı penitensiar kompleksinə köçürülməsinə qərar verib. Bəhruz Səmədovun yeganə ailə üzvü 82 yaşlı nənəsi Zibeydə Osmanovu daha öncə bildirib ki, Umbaşıya gedib gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O həmçinin nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir. Abzas media işi üzrə həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı səhhətində ciddi problemlərin yarandığını bildirir. Dekabrın 4-də jurnalistin Facebook səhifəsində ictimailəşdirilən mesajda o qeyd edib ki, ayağında göyərmə, qızartı və açıq yaralar əmələ gəlib. Hafiz Babalının sözlərinə görə cəza çəkmə müəssisəsinin həkimi də vəziyyətin ciddi olduğunu təsdiqləyib və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu bildirib. Yoldaş medianın təsisçisi ictimai fəal Əhməd Məmmədlinin məhkəməsində hadisənin baş verdiyi taksidəki sərnişinlərin tanış olub-olmaması mübahisələndirilib. Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Məmmədli çıxışında bildirib ki, hadisənin baş verdiyi taksidəki təsadüfi sərnişinlər bir-birini əvvəldən tanıyıblar və onların bir-birini tanımaması barədə iddialar həqiqəti əks etdirmir. Prosesi izləyən jurnalist Hilal Məmmədovun məlumatına görə hal şəhidlərinin hər ikisinin Naxçıvanın eyni qəsəbəsindən olduqları məlum olub. Stat: Hal şəhidləri bunu təsadüf adlandırdılar. Həmin anda Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov müdaxilə edərək bildirdi ki, əgər bir-birinizi tanımadan taksiyə əyləşmisinizsə, bəs necə olur ki, sosial şəbəkədə də bir-birinizin dost siyahısındasınız? Bu, prosesin əvvəlcədən hazırlanmış ssenari üzrə qurulduğunu göstərir. Ölkədə bir gənci həbs etmək üçün belə bir şouya ehtiyac yaranıb. Statın sonu. Əhməd Məmmədli mayın 6-sında sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıqda ittiham olunaraq saxlanılıb. O, heç kimə xəsarət yetirmədiyini, əksinə həmin gün ona işgəncə verildiyini bildirir.